Salam əleykum əziz izləyicilər. Möhtəşəm villamızdan sizi salamlayırıq. 2 mərtəbəli villamız, hər bir mərtəbəsində sanuzeli var. Yeni istifadəyə verilib. Gördüyünüz kimi burada mangalımız, alt açığımız və baxın belə buralar tam təmizləndikdən sonra yenə də çəkiliş olunacaq inşallah. Baxın, sizi evin içərisinə dəvət edirəm. Çox möhtəşəm evimizdir. Axıra qədər izləyin. Gördüyünüz kimi girərkən belə ikinci mərtəbəyə pilləkənimiz. Buradan belə sağ tərəfdə mətbəximiz. Baxın, hər bir avadanlığı var gündəlik istifadə üçün. Soyuducusu çox zövqlə yığılıb. Samavarı, bıçaq dəsti. Baxın, belə paltar yuyan maşını, qazı, stəkanları, gündəlik istifadə edebiləcəyiniz bir çox şeylər və gələrkən özünüz üçün nə düşünürsünüzsə gətirə bilərsiniz gündəlik istifadə üçün. Və növbəti otağımıza keçid edirik. Burada Wi-Fi'miz, belə televizorumuz, baxın, qonaq otağıdır. Çox zövqlə yığılan bir evdir. Gördüyünüz kimi də ətraflı tanış olun. Gəlməmişdən əvvəl videonu axıra qədər izləyin. Bəyəndiyiniz halda gəlin. Birinci mərtəbəmizdəki yeni istifadə verildiyi üçün baxın, burada hələçilik kliyonkaları belə qalıb. Matrasların ilk dəfə istifadəyə verilir. Çox zövqlə yığılıb. Burada belə sanuzeli var. Baxın. İndi isə sizi ikinci mərtəbəyə dəvət edirəm. Hər mərtəbəsində qeyd etdiyim kimi sanuzeli var və qışda gəlmək mümkündür. Kombi sistemidir. Baxın, buradan belə ikinci mərtəbədə olan otaqları təqdim üçün gedirəm. Gördüyünüz kimi baş hissədə sanuzeli. Burada 4 otaq var. 4 yataq otağı ayrıca. Baxın, buradan nə gözəl mənzərəyə açılır. Səhərinizi belə yataq dəstindən izləyə biləcəyiniz dağlar. Baxın, növbəti otağımız. Yataq otağı geniş. Buradan da balkona çıxış var. Baxın, nə gözəldir. Yeni istifadə təmirədən çıxdığı üçün bəzi ləvazimatlar qalıb. İnşallah onları götürüləcək. Hələçilik belə verilir. Baxın, buradan ikinci mərtəbədəki sanuzelimiz səliqəli, təmiz. Bu yataq otağına ki, hələçilik, yataq dəsti qoyulmuyor. 4 aşağıda mətbəx daxil otağımız var. 4 yuxarıda 4 yataq otağı. Ümumilikdə bu evdə 5 yataq otağı mövcuddur. Hər asanlıqla hər evdə belə bir şərait tapılmır. Dəyərləndirin, sağ olun, təşəkkür edirik. Gələn görüşlərə dək.